Salam hörmətli izləyicilərimiz, sizə sarayda Cido mərkəzinin arxasında, Gəncə kəndinin arxasına düşür təxminən 4 otaqlı həyət evini çəkib tanış edilən. Baxın, bu Cido mərkəzindən evimizə düşən yoldur. Yoldan 450-500 metrədir. Qeyd edirəm ki, ev paket kupçadır, mərkəzi kanalizasiyadır, işıq şotçiki, qaz şotçiki hamısı var. Bu gördüyünüz qaz şotçikidir, işıq şotçikidir, su şotçiki bura quraşdırılıb. Həyətimizin trapı, ev 2.2 sotda tikilib, 8 daş kösülüdür, fundamenti, kəməri, hər şey qaydasındadır. Baxın, bu yoldan əlavə, yəni bunu yol kimi buraxıb varatanı oradan qoymuşuq, amma evimizin belə bir həyəti var. Gördüyünüz kimi, evin bütün ətrafına keçmək mümkündür. Həyətin işıqlanmasına qədər hamısı çəkilib. Padval 8 daşdır, həyət çitəşk olunub deyə, yəni qalxıb padvalı buradan belə görə bilərsiniz. Baxın, yəni evin padvalı da steşka olunub, tam quru ərazidir. İndi isə daxil olaq, evin içindən otaqlarımızla tanış olaq. Bura kombinin yeri üçün nəzərdə tutulub, qaz xətti mətbəxə qədər çəkilib. Yəni bu ev paket kupçadır, dövlət ipotekasına yararlıdır. Al birbaşa qeyta düş evdir. Bura evin koridorudur. Baxın, gördüyünüz kimi, yəni koridor yetərincə genişdir, 1.60 enindədir. Koridorun başında kondisioner üçün yer nələrdə tutulub, bura işıq işdir. Bura evimizin zalıdır. 6.20-nin 4 metrəyə qonaq otağımızdır. Qonaq otağına da gördüyünüz kimi kondisioner yeri qoyulub. Bura TV-sentin yeri, figurlu tavan, yer laminat, bahalı və keyfiyyətli qapılar. Yəni bu qeyd edeyim ki, bu evdə bir dənə də olsun kərpiçdən istifadə olunmayıb. Axıra kimi qoşa kubikdir. Yan divarlar, fundamenti, kəməri hamısı mövcuddur. Öz ustanızla gəlib tanış ola bilərsiniz. Bura mətbəxdir. Mətbəxin də pəncərəsi öz həyətinə baxır. Qeyd edim ki, evin heç bir pəncərəsinin qarşısı tutulmuyub. Bütün pəncərələrdən, yəni evə günəş işığı düşür. Burada gördüyünüz kimi böyük spalnisidir. Orada taxtın başı üçün rozetka yerlərinə də tutulub. Burada TV xətti atılıb. Və ara məsafəni də buradan göstərim sizə. Bax, gördüyünüz kimi ara məsafəsi də saxlanılıb, yəni günəş işığıdır, hava gəlməkdir, hamısı nəzərə tutulub. Və əlavə 2 dənə də yataq otağımız var. Bu bir yataq otağımız. Bütün yataq otaqların aşağı pəncərəsi buz qoymuşam, yuxarı pəncərələri amma ağdır. Burada axırıncı yataq otağımız, etisk otağımız. Və evimizin sanuzeli. Evin qiyməti 82.000 manata təklif olunur. Real alıcılarla danışmaq mümkündür. Buyurun, çox sağ olun.